bir şey değil. Boşanma o deməkdir ki, insanlar artıq fərqindədir ki, əvvəllər dözərək yaşayırdılar, şiddətlə dözürdülər, susurdular, hər bir şey. Bugün o söhbət yoxdur artıq. Bu günləri artıq insanlar, necə deyərlər, partnyorluğa önəm verirlər, birlikdə yaşamağa. Sən işləyirsən, mən də, sən təhsil alırsan, mən də ala bilirəm, mən də sənin kimi bərabər hüquqa sahibəm və bu şəkildə davam edir. Bundan sonraki nəsil ki, hansı ki gələcək, artıq getdikcə ola bilər ki, evliliklərin sayı azalacaq və ola bilər ki, heç rəsmi evlilik belə olmayacaq. Bir yerdə yaşayacaqlar və çünki insanlar bezəcəklər artıq bu, getdilər, imza atdılar, boşandılar, mülk davaları. Bu günləri alfa nəslidir məsələn. Əslində bir çox iş etmiş cəmiyyətlər bu dediyiniz proseslərdən keçiblər. Əzizim, bu keçib artıq. Yəni bu nəzər salmalıyıq ki, bizim hissə-hissə gəlir də inkişaf ölkələrə də və bir nəzər salmaq lazımdır.